Yalançı Dilşad. Azərbaycan heyətinin üzvləri səhər yeməyini Əmin qəsrində yeyəndən sonra Bağdad şəhərini gəzmək üçün hazırlaşırdı. Qulamlardan birisi gəlib Fəxrəddinə baş endirib dedi: "Bizim möhtərəm ağamızı bir nəfər qadın qapıda durub gözləyir." Qulam getdi. Fəxrəddin tələsik geyindi. Onun fikrincə, onu qapıya çağıran həmin tanış olduğu qadın idi. Lakin Fəxrəddin qapıya çıxdığı zaman Səba xanımın qapıda durduğunu gördü, təəccüb etdi. Səba xanım irəli gəlib salam verdi və ağladı. Fəxrəddin onun salamını alaraq sual verdi: "Ne üçün ağladın? Sənə bir müsibətmi üz vermişdir?" "2 gün idi ki, səni axtarırdım, tapa bilmirdim. İndi isə sevindiyim üçün ağlayıram." "Sən Bağdada ne üçün gəldin?" "Mələkə neçə müddətdir ki, Bağdaddadır. Vəliəhd Həmədanda mənim yanımda qalmışdı. Anasız yaşaya bilmədi. Atabəyin əmri ilə onu götürüb Bağdada gətirdim. Bu günlərdə mən də, Mələkə də Həmədana qayıtmağa hazırlanırıq." "Xəlifənin cülus günündə iştirak etmək Mələkə üçün maraqlı deyilmidir?" "Maraqlı olsa da, Əlahəzrət qayıtmasına əmr vermişdir. Çünki Atabəyin özü cülus günündə iştirak etmək üçün Bağdada gəlməlidir. Təbiidir ki, mən bunları demək üçün sənin yanına gəlməmişəm. Məqsədim səni görmək idi. Köhnə tanışlığımızın xatirəsi bunu məndən tələb edirdi. Eyni zamanda sənə bir xidmət etmək də istəyirəm. Hərgah sənin Dilşad haqqındakı məhəbbətin baqidirsə, o zaman sizi görüşdürmək üçün kömək edə bilərəm." Fəxrəddin Səba xanımın nə qədər macəraçı və yalançı olduğunu yəqin etsə də, yenə Dilşadın adını eşidərkən hər şeyi unutdu və Səba xanımın əlini sıxaraq "Gözəl Səba" dedi. "Sən məni bu xidmətinlə minnətdar edirsən. Söylə Səba, söylə, hazırda Dilşad hardadır?" Səba xanım o tərəf bu tərəfə baxaraq yavaşdan dedi: "Özün düşün, harda ola bilər?" "Vəfat etmiş xəlifənin sarayındadır." "Səba xanım, sən nə qədər mərhəmətli bir qızsan. Neçə gündür ki, hər gün Xulc sarayının qapısını gəzib durmaqdayam. Lakin orada Dilşaddan bir iz tapa bilməmişəm. Əcəba, o bir saat da olsa saraydan dışarı çıxmırmı?" "Əlbəttə, o məhbus deyildir. O istədiyi zaman hər bir tərəfə gedə bilər. Lakin Mələkə sizin Bağdadda olduğunuzu eşidərək o qızın qəsrdən kənara çıxmasını qadağan etmişdir." "Onda bəs necə olsun? Dünyada mümkün olmayan heç bir iş yoxdur. Mən hər nə olursa olsun sizin görüşünüzü düzəldə bilərəm. Sən Dilşada bir məktub yazıb mənə verməlisən. Çünki məktub olmadan Dilşad sənin Bağdada gəldiyinə inana bilməz. Məktubu aparandan sonra vaxt təyin edərik. Mələkə qəsrdən çıxıb şəhərə getdiyi zaman Dilşadı saraydan sənin görüşünə gətirə bilərəm. Amma bunu sənə demək istəyirəm ki, Dilşadı görsən tanımayacaqsan. O qədər gözəlləşmiş, o qədər tərbiyələnmişdir ki, hazırda Bağdad gözəllərinin içərisində birinci gözəl sayılır." Yazıq qız mənim Bağdada gəldiyimi görüb o qədər sevindi ki, təsəvvürə gətirə bilmirəm. Gecə gündüz bir otaqdayıq. Səhərə kimi dərdləşirik, çünki bizim ikimiz də bədbəxt olduq. Qızın ağzı, dili və fikri ancaq Fəxrəddindir. Fəxrəddin qızın ağır vəziyyət keçirdiyini eşidərkən nə edəcəyini və qıza nə kimi vasitələrlə nicat verəcəyini bilmirdi. O həyəcanlı bir ifadə ilə əlini əlinə vurub, "Bilmirəm, o həyasız qətibə bədbəxt qızdan nə istəyir? Onun gorbagor atasının qızın saadətini əlindən aldığı bəs olmadımı? Qızı vətənindən, məmləkətindən aparıb Bağdad saraylarına göndərdiyi kifayət deyildimi? Əcəba, yazıq qıza əsirlikdə də mi rahatlıq vermək istəmir? Heç bilmirəm mən öz intiqamımı o həyasız qadından nə vasitə ilə alacağam." Səba xanım onu sakit edərək, "Bu cür sözlərin yeri deyil. Sən bu sözləri heç kəsin yanında danışma. Sən bilirsən ki, düşmənin çoxdur. Xüsusən Hüsaməddin ilə olan düşmənliyini unutmamalısan. Bura Bağdaddır. Burada hər cür gizlin işlər ola bilər. Səndən rica edirəm, tanımadığın yerlərə getmə.
Mən bir sözü bilməsəm danışmaram. Burada gözəl qadınlar, minlərcə qızıl dinar qiymətinə alınmış və misli görünməmiş cariyələr vardır. Onlar səni aldadıb şəhərin tanınmaz bir guşəsinə çəkib həyatdan məhrum edə bilərlər. Səbah xanım Fəxrəddini öz sədaqətinə inandırdı. Buna görə də Fəxrəddin Dilşada məktub yazıb Bağdadda olduğunu bildirmək qərarına gəldi. Səbah xanım məktubu Fəxrəddindən almaq üçün Əmin qəsrinin qapısında durub gözləyirdi. Fəxrəddin məktubu çox qısa yazdı, çünki Səbah xanım uzun məktub yazmamasını tapşırmışdı. Fəxrəddinin yazdığı məktubun məzmunu bundan ibarət idi. Mənim ruhum Dilşad, Bağdaddayam. Səninlə tezliklə görüşəcəyəm. Fəxrəddin. Səbah xanım məktubu alıb yola düşdüyü zaman Fəxrəddindən soruşdu. Sən günün nə vaxtını burada olursan? Səhərlər bir də nahar yeməyindən sonra. Bəlkə də sabah gecə səni görüş üçün gəlib apardım. Fəxrəddin Səbah xanıma təşəkkür etdi və 20 qızıl da ovcuna bastı. Səbah xanım pulları alıb cibinə qoyandan sonra məyər mən bu xidməti pul üçün bitirmək istəyirdim, deyərək ayrıldı. Qətibə Xuld qəsrində oturub Səbah xanımın yolunu gözləyirdi. O qəlbində atamın qatilini burada məhv etməsəm, heç bir yerdə məhv edə bilməyəcəyəm. Bu cür işləri həyata keçirmək üçün Bağdaddan əlverişli bir yer tapa bilmərəm. Onu əcəl dolandırıb bu şəhərə gətirmişdir, deyirdi. Qətibə bu fikirlə gəzinir və tez-tez Səbah xanımın gəlib gəlməməsini soruşurdu. Nəhayət, cariyələrdən birisi Səbah xanımın qayıdıb gəldiyini xəbər verdi. Qətibə onun təcili surətdə otağa göndərilməsini əmr etdi. Səbah xanım içəri girdiyi zaman onun gözlərində böyük bir qələbənin şadlığı oxunurdu. Qətibə Səbah xanımın danışmasına imkan verməyərək soruşdu. De görüm Səbah, nə xəbər gətirdin? Səbah xanım cavabında, xanım düşündüyünü onun düşməni düşünürmüş. De görüm o nə düşünür? O neçə gündür ki, Xuld qəsrinin ətrafında qarovul çəkib mələkənin dışarı çıxmasını gözləyirmiş. Onun mənimlə nə işi vardır? O mələkəni uğurlatdırıb məhv etmək istəyir. O keçən gecə qəsrin qapısındaymış. Sabah gecə də burada olacaqdır. Onun özü də bu məqsəddə olduğunu sənə söylədimi? Onun aldığı məlumata görə siz Bağdada gələn kimi Dilşadı həbsə aldırmışsınız. Bunun üçün də sizdən intiqam almağa çalışır. Qətibə biraz düşündükdən sonra yavaşdan dedi. Baxıb görüm kim kimdən intiqam ala biləcəkdir. Səbah xanım durub Qətibənin əlinə baxırdı. O bu xidmətinə görə Qətibədən mükafat gözləyirdi. Qətibə fikrə cummuşdu. Mükafat vermək məsələsini xəyalına belə gətirmirdi. Buna görə də Səbah xanım, mənim canım da mələkəyə qurbandır. Bu xidməti ancaq mələkənin xatirəsi üçün bitirdim. Onun qəhrəmanlığına baxmayaraq gətirib tora salacağam. Qətibə başını qaldırıb Səbah xanımın üzünə baxıb təbəssümlə dedi. Ay təmahkar şeytan, sənin nə dediyini bilirəm. Sən pulsuz və mükafatsız Peyğəmbərə salavat çevirməzsən. Al, sənə biraz mükafat verim. Böyük mükafatı isə məqsədim həyata keçəndən sonra. Qətibə bunu deyərək Səbah xanıma 100 qızıl verdi. Səbah xanım isə qızılları cibinə saldığı zaman qəlbində bu alış-veriş yaman olmadı dedi və Qətibəyə müraciətlə indi isə bir neçə kəlmədən ibarət məktub yazmalısan. Qətibə soruşdu. Nə kimi bir məktub? Dilşadın tərəfindən Fəxrəddinə belə bir məktub yaz. Mənim ruhum Bağdadda olduğun zaman eşqinlə bütün varlığını qurban etməyə hazır olan əsrini unutma. Tez-tez görüşə gəl. Qətibə qələmi götürüb Səbah xanımın dediklərini yazdı və imzasını atıb Səbah xanıma verdi. Və Hüsaməddinlə görüşüb məsələni ona demək üçün başqa bir otağa keçdi. Səbah xanım isə Qətibədən aldığı kağızın aşağısını kəsib imzanı götürdü və qəhqəhə ilə gülərək dedi.
Bu vəsiqə də yaman vəsiqə deyil. Bu məktubun Qətibə tərəfindən Hüsaməddinə yazıldığına kim inanmaz? Əcəba, Atabəy öz qadınının xəttini tanımırmı? Yaman olmadı. Bu alış-veriş, qazanclı alış-verişdir. Qətibənin Hüsaməddinlə əlaqədə olmasını isbat etmək üçün bundan da möhkəm bir vəsiqə ola bilməz. Səbah xanım getdi. Biraz sonra Qətibə ilə Hüsaməddin birlikdə otağa girdilər. Qətibə pəncərənin arasında oturub çox ehtiyatlı bir vəziyyət almaqla dedi. O da bizim düşündüyümüzü düşünürmüş. Hüsaməddin təəccüblə soruşdu. Necə yəni o da bizim düşündüyümüzü düşünürmüş? Elə bu saat Səbah xanım onun yanından gəldi. 2 gecəymiş ki, o məni öldürmək üçün Xuld qəsrinin yanında dolanırmış. O bunu bacarmaz, burası Bağdaddır. Lakin biz bacararıq. Səbah xanım onu müəyyən bir vaxtda sarayın qapısına gətirəcəkdir. Onun şərrini birdəfəlik başdan eləmək lazımdır. Hüsaməddin fikrə getdi. Uzun dəqiqələr düşündü. O Qətibənin təklifini bir növ həll edə bilmirdi. Xuld qəsrinin qarşısında Fəxrəddini tutub məhv etməyi imkan xaricində bir iş hesab edirdi. Buna görə də o Qətibəyə belə bir məsləhət gördü. Xuld qəsrinin qarşısında Fəxrəddin kimi adamı tutub məhv etmək olmaz. Əvvəla o, 1, 2, bəlkə də daha çox adama asanlıqla can verməz. İkincisi də o, Azərbaycan heyətinin sədridir. Onu burada, qəsrin qabağında öldürmək təzə xəlifənin də xoşuna gəlməz. Mənim fikrimcə tamamilə başqa bir tərtibat tapmalıyıq. Burası Bağdaddır. Burada cürbəcür macəraçılar vardır. Minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. Fəxrəddini o yerlərin birisinə aparıb zəhərləmək və öldürmək lazımdır. Mənim burada tanıdığım adamlar çoxdur. Elə bir yeri mən düzəldə bilərəm. Səbah xanımı isə onu aldadıb haman yerə gətirməlidir. Qətibənin rəngi gül kimi açıldı və o şad bir çöhrə ilə mümkündür dedi. O, Dilşadla görüşmək üçün hər bir yerə gedə bilər. Səbah xanım bunu həyata keçirmək üçün mənim canıma and içmişdir. Mən də bu barədə Mələkəyə söz verirəm. Lakin səbrin də bir dərəcəsi vardır. Mələkəyə yalvarıram, Bağdaddayıq. Hər bir şeyə imkan vardır. Rica edirəm, Mələkə mənim şadlığımı təxirə salmasın. Mən istəyirəm, sən yəslər, kədərlər, matəmlər içində çırpınan bir qadın deyil, şad bir ürəklə zənginliklərə bürünən bir qadına sahiblənəsən. Mən həyatımızın kədərlə deyil, bayramla başlamasını istəyirəm. Sən bir matəm heykəlini deyil, ürəyinə şadlıq və həyatına bəzək verən bir şadlığın mücəssəməsini qolların arasına alasan. Qətibə bunu deyərək, birinci dəfə qollarını açıb Hüsaməddinin boynuna saldı və dodaqlarını ona tərəf uzatdı. Yenə də dodaqlarını onun dodaqlarından güclə qopardığı zaman, dalısı sonra, dedi. Sən Fəxrəddinin başını gətirməyi mənə borclusan. O vəzifəni bu yaxın günlərdə bitirəcəyəm. Sən gözəlin oğlanlarının öldürməsini də mənə vəd vermişdin. Mələkə Bağdaddan Həmədana qaydana qədər bu vəzifəni bitmiş görəcəkdir. Azərbaycana bu barədə inanılmış adamları göndərmişəm. Qətibə onun dodaqlarından bir daha öpdü və çox ehtiyatla dedi. Mühüm məsələlərdən birisi də Səbanın məsələsidir. Səbanın hansı məsələsi? Mən elə bilirəm ki, onun Bağdada gəlməsi səbəbsiz deyildir. Toğrul, Zahir Bəlxi və Kəmaləddin burada mənim yanımda olduğu zaman Səbah xanımın pərdə dalısında gizləndiyi və danışdıqlarımızı eşitdiyini söylədilər. Hüsaməddin etiraz edərək, ola bilməz, dedikdə Qətibə, bunu mənə xalam Aliləyi Ülya xanım dedi. O bizim Toğrulla olan danışıqlarımızı Atabəyə xəbər verərsə, biz nə kimi üzr gətirə bilərik?
İntihar etməkdən başqa bir çarə vardırmı? Mən çoxdandır Səbadan şübhələnirəm. Toğrulun mənə yazdığı məktubu itirəndən sonra bu qıza heç də qəlbim qızmır. Hər halda bunu məhv etmək lazımdır. Böyük sirlərdən xəbərdar olan ürəklərin hərəkətini dayandırmaq lazımdır. Hüsaməddin Qətibənin sözlərinə qəti cavab vermədi. Çünki o, Səba xanımı öz ruhu qədər sevirdi. O, heç bir vəclə Səba xanımın məhvinə razı ola bilməyəcəkdi. Buna görə də Hüsaməddin Qətibəni razı salmaq üçün dedi. Mələkə bu işi mənə tapşırmalıdır. O kimi qadınların ruhu ilə mən hər kəsdən artıq tanışam. Mələkə bilməlidir ki, Səba heç bir vaxt məni satmaz. O məni qəlbən sevir. Heç vaxt mənim məhvimə razı olmaz. Hərgah mələkə qısqanmazsa, mən Səba xanımın ağzını aramaq üçün ona yaxınlaşaram. Qətibə saxta bir etiraz baxışı göstərməklə sən məni yenə də zəhərləmək mi istəyirsən dedikdə Hüsaməddin Allah etməsin. Mən mələkəni bu qorxudan azad etmək üçün o cür əclaf qadına yaxınlaşmaq əzabına qatlaşacağam dedi. Qətibə ağlamaq istədi. Saxta bir səslə yavaşdan yaxınlaş, lakin icazə vermirəm dedi. Fəxrəddin Səba xanımın ona verdiyi nəsihətləri unutmaq istəmirdi. Buna görə də yelkəndə tanış olduğu qadının görüşünə getmək fikrini dəyişmək istəyirdi. Eyni zamanda qonaqlandığı və hətta evində yatıb istirahət etdiyi və olmazın hörmətlər gördüyü qadını unutmaq və mükafatsız qoymağı öz vicdanına sığışdıra bilmirdi. O tez-tez öz şübhələrinə qalib gəlmək üçün qəlbində o mənə bir şey etmək istəsəydi, birinci gün onun evində istirahət etdiyim zaman edə bilərdi. O qadının hərəkətləri də, baxışı da bir xəyanətə qail olmadığını göstərirdi, deyir və düşünürdü. Fəxrəddin sonra da mənim daha bu kimi qadınlara nə ehtiyacım vardır deyə düşünürdü. Madam ki, Dilşadın yerini öyrəndim, bir halda ki, Səba xanım bizi görüşdürməyi öhdəsinə götürür, daha mənim o qadınla nə işim vardır? Mən ki, Bağdada səyahət üçün gəlmədim. Lakin Fəxrəddin hər nə danışırsa danışsın, yenə də qadının mərhəmətləri, hörmətləri, baxış və danışıqları onun gözlərində və qulaqlarında təcəssüm edir və səslənirdi. Bu xatirə və bu səslər onu qadının görüşünə getmək fikirləri üzərində möhkəm-möhkəm bağlayıb saxlayırdı. Fəxrəddin əmin qəsrindən dışarı çıxdığı zaman qapıda biraz da durub, iki könüllü adamlar kimi düşündü və sonra qadına bir şey hədiyyə almaq qərarına gəldi. O, Bağdadın ən zəngin mağazalarını, timcə və bazarlarını dolaşdı. Təsadüfi olaraq karvansaraların birisində bir yəhudi tacirinə rast gəldi. Ən qiymətli bir xalça ələ keçirdi. Xalça fərqanədə toxunmuş, olduqca zərif və nəfis ipəkdən idi. Xalçanın üzərində Dürrətül Bağdadın hörmət bəslədiyi Rəsafə məscidinin qarşısında saillik edən Kor xəlifə Müttəqibillahın surəti çox sənətkar bir surətdə toxunmuşdu. Xalçaya baxıldığı zaman xəlifənin xalça üzərində oturduğu və namazdan sonra əllərini və göz qapaqlarını göyə qaldırıb Allaha yalvardığı görünürdü. Diri insandan fərq edilməyən bu xalça Fəxrəddinin diqqət və nəzərini cəlb etdi. O, öz-özünə Dürrətül Bağdad üçün bundan dəyərli bir hədiyyə ola bilməz deyə xalçanı ağır bir qiymətə aldı. Fəxrəddin xalçanı alandan sonra tacir Fəxrəddinə bir qadın xələti də göstərdi. Xələt Çində düzəlmiş ən zəngin xələtlərdən idi. Tacirin iddiasına görə o günə qədər Bağdada bu qədər incə xələt gəlməmişdi. Fəxrəddin xələtə baxdığı zaman qəlbində hər nə qiyməti olursa olsun, bu xələti də haman hörmətli qadın üçün hədiyyə alacağam, deyə xələti aldı. Fəxrəddin xələtin üzərindəki yazıları oxutdurduğu zaman şadlığından titrədi. Xələtin yalnız nəfis və incə olması ilə deyil, onun tarixi bir irs olduğu ilə də maraqlandı.
Xələtin hər iki tərəfdən döşlərində ipəklə tikilmiş belə bir yazı var idi. Çin mələkəsindən birinci xəlifənin qadını həşəmətli Ümmü Rəman həzrətlərinə hədiyyədir. Lakin xələtin uzun tarixə malik olduğuna baxmayaraq, çox ehtiyatla saxlanıldığı görünürdü, olduqca təzə idi. Fəxrəddin İslam tarixi üçün bu qədər əhəmiyyəti olan irsi və nəfis xalçanı götürüb getmək istərkən, tacir ona nəfis bir güldan da təklif etdi. Fəxrəddin etiraz etmədi. Yəhudi taciri kiçik bir sandıqçanı açıb, pambığa sarılmış bir güldan çıxartdı. Güldanın üzərində Bağdad həyatının cürbəcür tabloları var idi. Xüsusən güldanda məşhur xəlifə Harun Ər-Rəşidin qadını Zübeydə xatun ilə olan müaşiqəsindən çox nəfis bir mənzərə var idi. Orada gözəl bir bağça təsvir edilmişdi. Böyük sərv ağaclarının arasındakı geniş hovuzda uca fəvvarələr atır, xəlifənin sevib evlənmək istədiyi Zübeydə isə hovuzda çimir, Harun Ər-Rəşid də böyük bir ağacın budaqları arasından gizlənib ona tamaşa edirdi. Fəxrəddin güldanı da kəmal-i məmuniyyətlə aldı. Sövda bitdikdən sonra Bağdad tacirləri hər tərəfdən xəbərdar olub karvansaraya töküldülər. Şeyləri nəzərdən keçirdikləri zaman Fəxrəddinə müraciətlə verdiyi qiymətin üzərinə bir o qədər də əlavə etdilər. Lakin Fəxrəddin satmaq üçün almamışam deyərək onları rədd etdi və bir nəfər hambal çağırıb şeyləri yelkənə gətirdi və hambal ilə bərabər Hərbiyyə məhəlləsinə yola düşdü. Nahar zamanına az qalırdı. Bunun üçün Fəxrəddin içəri girməkdən utanırdı. O qəlbində düşünürdü. Qadın mənim nahar vaxtı gəldiyimə güləcək və qəlbində yəqin ki, nahar yemək üçün gəlmişdir deyəcəkdir. Bəlkə də hazırlığı yoxdur. Qəfildən girən qonaq ev sahibinin xəcalət çəkməsinə səbəb ola bilər. O qayıda bilməyəcəkdi. Hambal da hədiyyələr əlində durub gözləyirdi. Fəxrəddin məcburən qapının arslan başından ibarət olan bürünc çaxçasını qorxa-qorxa vurdu. Birazdan sonra qadının cariyəsi Teyyibə qapını açıb Fəxrəddini gördüyü zaman "Mənim ağam, bu saat" deyərək pilləkənlərdən yuxarı qalxdı. Bir dəqiqə keçmədən qadının özü şad bir çöhrə ilə Fəxrəddini qarşıladı. Bu saatda sizi düşünürdüm. Hər bir arzuma bugünkü kimi asanlıqla nail olsaydım, daha nə dərdim ola bilərdi, deyərək Fəxrəddinin əlindən tutub pilləkənlərdən qaldırdı. Cariyələr hambal gətirdiyi hədiyyələri alıb, onların dalınca dəhlizə girdilər. Fəxrəddin isə hədiyyələri xanıma göstərib, "Möhtərəm xanımdan çox rica edirəm mənim bu kiçik hədiyyələrimi qəbul etsin" dedi. Teyyibə birinci olaraq güldanın üzərindən örtünü götürdü. Qadın güldana baxarkən heyrətə düşdü. Bu qədər zəngin və zərif bir güldanın özünə hədiyyə gətirildiyinə inanmadı. Təxminən yarım saatdan artıq güldana tamaşa etdi. Onun üzərindəki tabloların nəliyini və kimliyini öyrəndi. Qadın Fəxrəddinə təşəkkür edərək dedi: "Belə nadir bir hədiyyə Bağdad saraylarının heç birisində yoxdur. Bilmirəm, ağanın gətirdiyi bu qədər zəngin bir hədiyyəni qəbul etməyə səlahiyyətin vardırmı?" Fəxrəddin qadının cavabında "Xanımın dərəcəsi bundan da ucadır. Haqqımda göstərilən hörmət və nəzakətin qiyməti yüzlərcə bu kimi hədiyyələrdən qiymətlidir. Tanışlığımız davam edərsə, bu böyük borcun altından çıxacağam" dedi. Bu sözlərdən sonra cariyələrdən Müəlla xalçanı açıb göstərdi. Qadın xalçanın üzərində xəlifə Müttəqibillahı görüncə titrədi və "Ah, mənim ağam" deyərək xalçanı qucaqladı və dəhşətlə ağladı. Fəxrəddin onu sakit edərək "Xalçanın sizə bu qədər fəna təsir etdiyini bilsəydim, onu sizə göstərməzdim" dedikdə, qadın iki əlləri ilə Fəxrəddinin əlini sıxaraq "Haşa mənim ağam, haşa, siz məni bu xalça ilə öz gəncliyimə qaytardınız.
Xəlifə daima xalçada olduğu kimi mənim nəzərimdə canlandı. Sənin bu hədiyyənlə mən bir daha Bağdadın məşhur qadını olacağam. Mənim evim bədbəxt xəlifə tərəfdarlarının ziyarətgahı olacaqdır. Bu söhbətlərdən sonra Teyyibə Çin xələtini açıb xanıma nişan verdi. Xanım isə sevinərək, mən çoxdan bəri belə nəfis bir xələtin arzusunu çəkirdim, deyə xələti götürüb otağına çəkildi. Birazdan sonra xələt əynində balkona çıxaraq Fəxrəddinə yanaşdı və əlini onun çiyninə qoyub dedi: Sanki mənim öz boyuma biçilmişdir. Sizin mənə bu qədər qiymət verdiyinizi bilmirdim. Sizin buradan gedəcəyiniz də mənim üçün bir dərd olacaqdır dedikdə, Fəxrəddin də, mən hələ uzun müddət buradayam. Gedəndən sonra da istədiyiniz zaman hüzurunuzda olmağa söz verirəm dedikdə, qadın bir ah çəkərək, kişilərin bir eybi orasındadır ki, qadınlardan ayrıldıqları zaman öz ürəklərini də bərabər götürüb gedirlər. Çünki onlar ürəklərini başqa bir qadına verməyi adət etmişlər, deyərək güldü. Fəxrəddin də gülərək, hərgah qadını da öz ürəkləri ilə bərabər götürüb getsələr necə olar dediyi zaman qadın da, o zaman hər kişinin 100 nəfər qadından ibarət bir hərəmxana saxlaması lazım gələrdi. Elələri azdırmı? Qadın biraz düşündükdən sonra fikirli bir surətdə dedi. Bağdadın iqbal dövrünü söndürən və xəlifələrin əxlaqını pozan da bu olmadımı? Bütün dünyanın gözəl qadınları Bağdada gətirildi. Bütün dünyanın qızılları Bağdada axıb gəldi. Hamısı da qadınlara, hərəmlərə, eş-işrətə sərf olundu. İndi isə xilafətə əyləşənlərin hökmdarlıq edəcəyi müddət o qədər qısalmışdır ki, bir qadının hamilə olaraq doğmasına da kifayət vermir. Xəlifə Məstəkfi Billah xilafətindən indiriləndən sonra 28 qadını bir ildə doğmuşdu. Gəl bu məhəbbətləri bir tərəfə buraxıb, biraz da dünyanı unudaq, deyərək Teyyibəni səslədi və dedi. Teyyibə, süfrəni açın, şərab gətirin. Sən də, müəlla da gəlib oturun, əziz qonağı məşğul edin. Çünki mən öz söhbətlərimlə onu kədərləndirdim. Süfrə qaranlıq düşənə qədər davam etdi. Bağdad gecəsinin qara saçlı qızı, qara ipək əbasını üstünə saldığı zaman qadın da qara saçları gözünün üstündən kənara ataraq Fəxrəddini dərin nəzərlərlə süzürdü. Qadının qarşısında 25 yaşlı və kişiliyə məxsus xüsusiyyətlərinin hamısını mənimsəmiş gözəl, yaraşıqlı, ədəbli, məlumatlı və mədəni bir gənc oturmuşdu. Bağdad mühitində böyümüş, əsrinin incəsənət sahəsində ən yüksəklikləri əldə etmiş, bir şair qəlbi kimi həssas qəlbə malik olan bu qadın, Fəxrəddin kimi vüqarlı və zəngin bir gənci sevməyə bilərdimi? Hələ Fəxrəddinin Bağdadda bərabəri olmayan bir qadına, bir gözələ baxmaması da qadının Fəxrəddinə olan meyl və marağını coşdururdu. Çünki Fəxrəddin öz məqsədini uduzmamaq üçün qadına qarşı ehtiyatlı və etinasız davranırdı. Fəxrəddinin fikrincə, qadına öz sevgi hisslərini duydursaydı, qadın onu başqalarına qısqanacaq və Dilşadın tapılması işinə əngəl törədə biləcəkdi. Dürrətül Bağdad cariyəsi Teyyibəni səslədi. Teyyibə, sən də, müəlla da, bəşarət də hazırlanın. Mən bu gecəni ağanın xidmətinə və Dəclənin səyahətinə sərf edəcəyəm, dedi. Qaranlıq hər tərəfi bürümüşdü. Fəxrəddinlə xanım və 3 nəfər də cariyə Dəclə çayının kənarına düşdülər. Gəmilərdən ən birinci sinifli olan bir gəmini çağırdılar. Gəmi körpüyə yanaşırkən qadın, bizdən başqa heç bir kəsi götürməyəcəksən dedikdə, ərəb, itaətimiz var, deyərək taxtanı qoydu. Cariyələr yanlarınca götürdükləri hazırlığı yelkən gəmisinin kiçik mizi üzərinə döşədilər. Qadın baş örtüsünü götürüb cariyəsinə verəndən sonra səyahətə lazım olan bütün vasitələri sahmana salmağa başladı və Fəxrəddinə tərəf dönüb,
Mənim ağam, Allaha and olsun, 15 ildən bəri səyahət məqsədi ilə bir dəfə də olsa gəmiyə oturmamışam. Bədbəxtliyimin tarixi 15 ilə çatır. Hələlik o tarixi sizə danışmayacağam. Çünki insan nə qədər daş ürəkli olursa olsun, yenə də mənim bədbəxtliyim tarixindən kədərlənə bilər. Hərgah dostluğumuz davam edərsə, başıma gələn hadisə haqqında sizə danışaram. Hələlik Bağdad gecəsinin Dəclə səyahəti üçün hər nə lazımsa yerinə yetirəcəyəm. 15 ildən bəri Dürrətül Bağdadın səsini eşitməyən Bağdad şəhəri bu gecə əziz qonağın şərəfinə düzələn səyahətin səbəbinə haman səsi eşidəcəkdir. Dəclənin suyu pəncərələrdən düşən əlvan şamların şəfəqi altında balıq beli kimi parlayırdı. Əlvan rəngə çalan dalğaların üstündə üzən yelkənlər, ağ qanadlı kələbəklər kimi titrəyə-titrəyə gedirdi. Hər yelkəndən bir səs, hər gəmidən bir nəğmə eşidilirdi. Qadın piyalələri doldurmuşdu. O təbəssümlə Fəxrəddinə müraciət edərək dedi: Udun pərdələri yerindədir. İndi də ruhun pərdələrini kökləmək lazımdır. Çünki barmaqlar ancaq ruhun mənəvi sövqü altında olaraq pərdələri danışdıra bilər. Mənim ağam, mən musiqi dərsi keçmişəm. Başqa musiqiçiləri bilmirəm. Mən öz fikrimi və öz düşüncəmi söyləyirəm. Bu deyəcəyimi məktəbdə keçməmişəm. Lakin bilirəm ki, udu səsləndirən ipək tellərin bir ucu da musiqiçinin qəlbindədir. Qəlbimlə udun telləri arasındakı rabitə kəsilərsə, udun telləri danışmaz. Danışsa da, eşidicilərə zövq verə bilməz. Bir neçə piyalə içdikdən sonra qadın udu danışdırmağa başladı və oxudu. Bərahi Dəclə şəbəm, ruzi rövşən əst imşəb. Zi rəngi badə, müradəm, müəyyənəstim şəb. Dəclədə keçən bu gecəm gündüz qədər işıqdır. Badənin rəngindən muradım və məqsədim zinət almışdır. Bir anda Dəclə üzərindəki yelkənlərdən gələn nəğmə səsləri kəsildi. Yelkənlərin hamısı Dürrətül Bağdadın gəmisinin sağında, solunda və arxasında gedirdi. Yelkənlərin burnuna toxunan suyun xışıltısından başqa bir səs eşidilmirdi. Sarayların, qəsrlərin pəncərələrindən minlərcə baş çıxıb Dəcləyə baxırdı. Qadın bir daha şərab piyaləsini doldurub Fəxrəddinə verdi və al iç mənim ağam. Bir neçə kəlmə də ərəblər üçün oxuyacağam. Kim bilir, bəlkə bu gecəki Dəclə səyahəti son səyahətimdir, dedi və udu çalmağa başladı. Və nəhrün müşriqün lövnü, kəən sədyahu hıqqanun və məşuqun bizi şadun, kəən yeynəhu zəbiyanun. Buxağı və yaqut boğazı şəfəqlənir, iki döşləri haqqa kimidir. Məşuqənin özü zişad əhlidir, gözləri isə ahı gözlərinə bənzəyir. Qadın bu şeiri oxuyub udu yerə qoyandan sonra qoca gəmiçi qadına tərəf üzün çevirib, and olsun Kəbənin Allahına, sizin səsinizin məlahəti ancaq Dürrətül Bağdadda ola bilər. Zalimlər onu Bağdad xalqının əlindən aldılar, dedi və ağlamaq istərkən boğazı qəhərləndi. Fəxrəddin gəmiçiyə sual verdi. Nə üçün onu Bağdad xalqının əlindən aldılar? Gəmiçi oğlunu sükanın başında qoyub mizə yaxınlaşdı və söhbətə başladı. Onlar bir dəstə qız idi. Reydən xəlifə Müttəqibillah üçün hədiyyə göndərilmişdilər. Onların içində kiçik yaşlı olan Dürrə adlı bir qız var imiş. O çox ədəbli, kamallı, qabiliyyətli və gözəl qız imiş.
Xəlifə qızı bu cür qabiliyyətdə görəndən sonra Bağdadda məşhur qul, kəniz və cariyə satan Fənhasın oğlanlarına müraciət edib qızın qabiliyyətini yoxlamağı əmr etdi. Fənhasın oğlanlarından Harun bu işdə çox mahir bir adam idi. O qızın xasiyyəti və qabiliyyəti ilə tanış olandan sonra gəlib xəlifəyə demişdi ki, bu qızın musiqi və nəğmə üçün çox böyük qabiliyyəti vardır. Hələlik Bağdad oxuyanlarının arasında onun səsinin bərabəri görünməmişdir. Bunun üçün xəlifə qızı çalıb oxumaq öyrətmək üçün Fənhasın tərbiyəxanasına tapşırmışdır. Qız Fənhasın tərbiyəxanasına verildiyi zaman 14 yaşı var imiş. Qız 4 ilin içərisində Bağdadın ən məşhur oxuyub çalan bir qızı olur. O çox gözəl imiş. Onun üzünə baxan bir daha gözünü onun üzündən götürmək istəməzdi. Nə başınızı ağrıdım. Harun qızı çox qiymətli libaslar və daşqaşla bəzəyib xəlifənin sarayına aparır. Harun qızı tərbiyəxanadan götürüb xəlifənin hüzuruna gedən zaman cariyələrin hamısı bir-biri ilə pıçıldaşıb deyirlər ki, heyf olsun bu gözəl qıza. Bu gecə o qoca xəlifənin qoynunda olacaqdır. Xəlifə heç vaxt bu gözəllikdə qızı öz əlindən buraxmaz. Bunun üçün də deyilənlərə görə qız xəlifənin hüzuruna aparıldığı zaman qorxusundan qəlbi çırpınırmış. Qızı xəlifənin hüzuruna aparan gün Fitr bayramı imiş. Xəlifə Bağdad əyanları və şahzadələri üçün böyük bayram ziyafəti düzəltmiş imiş. Ziyafətə Bağdadın məşhur oxuyub çalanlarından bir çoxları dəvət edilmiş imiş. Xəlifənin nədimi Əbüldar məktəb qurtaran qızın gətirildiyini xəbər verir. Xəlifə qızın hüzuruna gətirilməsinə əmr verir. Məclisdə olanlar musiqinin və oxuyan qızların səsini unudub, ancaq o qızın gözəlliyinə baxırmışlar. Məclis əhlinin hamısı bir-birlərinə dönüb, indiyə qədər hələ Bağdad şəhəri belə gözəl görməmişdir deyərək bir-birinin qulağına pıçıldayırmış. Xəlifə qızı görərkən, Sübhanallah, bu necə bir xarüqədir demiş və qızdan soruşmuşdur. Sənin adın nədir? Qız demişdi ki, adım Dürrədir. Xəlifə irəli gəlib demişdi, öz adını yarımçıq demə. Sənin adın Dürrətül Bağdaddır. Xəlifə icazə verdikdən sonra qız oturur. Xəlifə ona əmr edir ki, öz öyrəndiklərindən çalıb oxusun. Qız elə oxuyub, elə çalmışdı ki, xəlifə və xəlifə məclisindəkilər özünü unutmuşdu. Xəlifə qalxıb onun alnından öpmüş və demiş ki, səni azad etdim. Sən cariyə olmaqdansa musiqi müəllimliyində olmalısan. Sən orada hamıdan artıq fayda verə bilərsən. Sonra da xəlifə ona böyük bir qəsr, mal və dövlət bağışlamışdı. Xəlifə ona həmişə deyirmiş ki, qızım, mənim üçün biraz oxu. Qız onun ehsanlarının bərəkətindən Bağdad şəhərinin ən varlı qızlarından idi. Bağdadda onun səsini eşitmək üçün minlərcə dirhəm qızıl xərcləyənlər var idi. Lakin onu bədbəxt etdilər. O gözəl bir gəncə nişanlanmışdı. Gənc olduqca igid və varlı bir gənc idi. Bütün Bağdad gəncləri ona həsəd aparırdı. Nəhayət, Qahir Billah xəlifənin qardaşı oğlunun tapşırığı ilə haman oğlanı aldadıb, Mədain xərabələrini görmək üçün səyahətə apardılar və orada onu boğub Dəcləyə atdılar. Ölüsü də tapılmadı. O zamandan bəri haman qızın səsini eşidən olmayıbdır. Bu gecə xanım oxuduqda mən o bədbəxt qızın səsini xatırladım. Ah, Bağdad bir daha elə oxuyan görəcəkdirmi? Qoca sözünü bitirdikdə Fəxrəddin qadına sual verdi. Qocanın dedikləri doğrudurmu? Tamamilə doğrudur. Əlavəyə ehtiyac yoxdur. Bu dastanı Bağdadda eşitməyən yoxdur. Əcəba, haman Dürrətül Bağdad sizsinizmi? Bəli, o bədbəxt sənin qarşında oturmuşdu. Sən elə bilmə ki, mən şadlığımdan oxudum. Bu gecəki
Dəclə səyahətini bədbəxt ərimin xatirəsinə düzəltmişdim. Çünki əziz qonaq tamamilə mənim məhv olan ərimə bənzəyir. Ona görə də mən bir neçə saatlıq keçmişlərə qayıtmaq istədim. Fəxrəddin qadına sual verdi. Əriniz ərəbmi idi? Xeyr, nə ərəb, nə də fars idi. O, Arandan Bağdada hərbi xidmət üçün gəlmiş bir gənc idi. Adı xatirinizdədirmi? Əlbəttə xatirimdədir. Onu heç unutmaq olurmu? Bədbəxtin adı Sədrəddin idi. Fəxrəddin ağladı. Və qadının alnından öpərək, o mənim qardaşım idi. O mənim böyük qardaşım qəhrəman Sədrəddin idi, dedi. Qadın heyrətlə onun üzünə baxaraq, əcəba sən Fərqanəli Ömər xan deyilmisən? Xeyr, mən Azərbaycanlı Fəxrəddinəm. Qadın bir daha heyrətlə soruşdu. Fəxrəddin? Bəli, Fəxrəddin. Onun özü mənə Fəxrəddin adında kiçik qardaşı və Sənubər adında anası olduğunu söyləmişdi. Fəxrəddin bir daha ağlayaraq, bəli, yazıq qadın indi də onun yolunu gözləyir, dedi. Birlikdə evə qayıtdılar. Fəxrəddin ona öz qəlbini açdı və nə üçün gəldiyini söylədi. Qadın isə biraz fikirləşdikdən sonra, Süsən xanım xəlifənin evindədir. Mən ona tərbiyə verirəm. Dilşad isə digər qızlarla bərabər Fənhasın tərbiyəxanasındadır. Süsənlə görüşmək mümkündür. Lakin Dilşad olan yerə getmək üçün təzə xəlifənin icazəsi lazımdır. Çünki oradakı cariyələrin hamısı xəlifələrə və şahzadələrə məxsusdur. Fəxrəddin fikrə getmişdi. Daha danışmırdı. Nəhayət qadın sükutu pozaraq yavaşdan dedi. Sənin bir qədər ehtiyatlı olmağın lazımdır. Mən 2 gün bundan əvvəl xəlifə sarayında eşitdiyim xəbərin mənasını ancaq indi anlaya bildim. Sən Dilşadı axtarmaq üçün Xuld qəsrinə getmişdinmi? Bəli, getmişdim. Sənin ölən xəlifənin nəvəsi Qətibə xatunla nə kimə haqq hesabın vardır? Mənim onunla heç bir işim yoxdur. Səndən də başqa bir Azərbaycanlı Bağdada gəlmişdirmi? Böyük bir heyət gəlmişdir. Heyətin sədri də mənəm. İndi məsələ aydındır. Mən sarayda olarkən xəlifənin kiçik qızı Aliyə-i Ülya mənə pıçıldadı ki, güya Azərbaycan heyətinin sədri Xuld qəsrinin ətrafında dolaşır, Atabəy Məhəmmədin qadını Qətibə xatunu öldürmək istəyir. Buna görə də səndən çox rica edirəm, o tərəflərdə dolanma. Deyə görüm onlar sənin yanına kimi göndərmişlər? Onun cariyəsi gəlib məni Dilşadla görüşdürmək üçün təşəbbüs etdiyini xəbər verdi. Sən əmin ol ki, onlar səni məhv etmək istəyirlər. Bu sirri bir kimsəyə açma. Çünki məni sarayın sirlərini satmaqda müttəhim edə bilərlər. Lakin yanına gələn qadından qorx. Onun təklif etdiyi yerlərə ayaq basma. Onlar nə deyirsə yalandır, Dilşad sarayda deyildir. Bu sözlərdən sonra Fəxrəddin Səbah xanımın bir daha onu aldatdığını yəqin etdi və qadına təşəkkür etdi. Dəyərli izləyicilər, romanın davamını dinləmək istəyirsinizsə, kanalımı izləyin, abunə olmağı yaddan çıxarmayın.